Qoşulmaq istəyən olsa deyərsiniz də zəhmət olmasa. Bir dənə onsuz bildirim gəlir bura. Görüşməyə qatılmaq istəyir. Hə, qatılmaq istəyənlər var. Deməli, yavaş-yavaş qatılmaq istəyənləri ayda. Çox böyük yanlış elədik bura qoşulmaqla. Qaydaq bura. Aha, görək qatılmaq istəyənlər hanı əlavə edək. Görünüm. Hani bu qatılmaq istəyənləri nə göstərmir ki bizə? Aha, tümünü qəbul etdik. Aha, qəbul elədik. İndi başlayaq dərsimizə yavaş-yavaş. Deməli, biz buradan keçid almalıyıq. Buradan. Deməli, buradan keçid aldıq. Uşaqlar, ekran görsənir? Bəli. Hə, lap yaxşı. Nə yaxşı ki, görsənir. Bəli, müəllim. Problem yoxdur. Qoşulmaq istəyən onu deyil. Deməli, bu belə. Buradan belə bunu bağlayaq. Buradan da belə deyək. Qələmimizi də hazır edək. Aha, başlayaq. Atmosfer təzyiqi nisbi rütubətli. Bu atmosfer təzyiqini uşaqlar, keçən dəfə sizə dediyim asandır da. Atmosfer təzyiqi. Bugün əsasən biz mövzumuz nisbi rütubətli olacaq. Bir də atmosferlə bağlı bəzi məsələlər var, onlara baxacaq. Havanın rütubəti onun əsas elementlərindən biridir. Temperaturdan asılı olaraq 1 kub metr havada su buxarını saxlamaq qabiliyyəti dəyişir. Deməli, su buxarını saxlamaq qabiliyyəti dəyişir. Temperatur yüksəldikcə 1 kub metr havada su buxarı saxlamaq qabiliyyəti artır, aşağı düşdükcə isə azalır. Yəni, temperatur azaldıqca yağıntının düşmə ehtimalı artır, artdıqca isə düşmə ehtimalı azalır. Məsələn, bunu nədə görə bilərik? Biz belə görə bilərik, səhralarda temperatur yüksəkdir, yağıntı az düşür, məsələn, səhralarda. Amma, məsələn, mülayimdə temperatur nisbətən aşağıdır, yağıntı daha çox müşahidə olunur, yəni tropikə baxanda. İndi ümumi cədvələ baxanda bunu daha aydın görəcəksiniz. Havada olan suyun miqdarı nisbi və mütləq rütubətliyə təyin edilir. Deməli, var nisbi rütubətliyi, mütləq rütubətliyi anlayışı. Havadakı su buxarının qramla miqdarı mütləq rütubətliyi adlanır. Yəni, mütləq rütubətliyi qramla göstərməliyik. Onun həmin temperaturda 1 kub metr havanın saxlaya biləcəyi su buxarının miqdarına, yəni doyma həddində olan faizlə nisbətinə nisbi rütubətlik deyilir. Yəni, nisbi rütubətlik isə faizlə göstərilir. Deməli, ədədin sağında qram görürsə, bu mütləq rütubətlikdir. Faizin işarəsini görürsə, bu nisbi rütubətlik hesab edilir. Nisbi rütubətliyi 30%-ə qədər olan hava quru, 30%-ə qədər olan hava quru, 30-60-a qədər olan hava normal, 60-dan çox olan isə ifrat rütubətlik sayılır. Havanın nisbi rütubətliyin yüksəlməsi yağıntıların düşmə ehtimalını artırır. Bu da belə. Deməli, yüksəlməsi yağıntıların düşmə ehtimalını artırır. Bunu da yadda saxlayaq. Su buxarının miqdarından asılı olaraq doymuş və doymamış hava müşahidə edilə bilər. Müəyyən temperaturda 1 kub metr havanın tərkibində mümkün ola biləcək qədər su buxarı olarsa, belə hava doymuş hava hesab olunur. Su buxarının miqdarı mümkün ola biləcək miqdardan az olarsa, belə hava doymamış hava hesab olunur, adlanır. Müxtəlif temperaturda 1 kub metr havada su buxarının deməli, su buxarının miqdarı doyma həddini bilmək üçün nisbi rütubətliklə müəyyən edilir. Yəni, nisbi rütubətlik odur ki, havada hal-hazırda olan suyun faizinin miqdarıdır. Burada da qeyd etdik ki, 30%-ə qədər olan hava quru havadır, 30-60%-ə qədər olan hava normal havadır, 60%-dən çox olan isə ifrat rütubətlikdir. Yəni, 60%-dən çoxdursa nisbi rütubətlik, yağış yağma ehtimalı daha böyükdür. Bu da belə. Uşaqlar, bundan əlavə biz burada, deməli, cədvəllə tanış olacağıq. Bu cədvəldə bizə lazımdır. Məsələn, mənfi 20 dərəcə Selsidə havada 1 qram su buxarı olur. Yəni, maksimum saxlaya biləcək su buxarı 1 qramdır. Mənfi 20 dərəcədə. Yəni, 100% hava, doymuş havada 1 qram su buxarı olur. Bu o deməkdir. Mənfi 10 dərəcədə 2,5 qram olur, uşaqlar. Mənfi 0 dərəcədə 5 qram olur. 10 dərəcədə 9, 20-də 17, 30-da 30. Bizə əsas burada, uşaqlar, 2,5-də bəzən istifadə olunur, mənfi 10 dərəcədə. Amma əsas bizə lazım olan 0 dərəcə, 10 dərəcə, 20 dərəcə, bir də 30 dərəcədir. 10 dərəcədə 0-da 5, 10-da 9, 20-də 17, 30-da 30 qramdır. Bunu əzbərləmək şərtdir.
Bunu əzbərləyəndən sonra uşaqlar biz keçirik məsələlərimizə. Məsələlərimizdə indi bunlara uyğun tipləri həll edəcəyik. Deyir ki, temperatur 30 Selsi, nisbi rütubətlik 80% olan 1 kubmetr hava 20 Selsiyə qədər, temperaturu 10 Selsi, nisbi rütubətliyi 70% olan hava, deməli hava 0 Selsiyə qədər soyulsa, hər iki halda su buxarının həcmini qramla hesablayın. İndi qulaq asın uşaqlar, görün bunu nə tər hesablayacaq. Deməli temperatur 30 Selsidir. 30 Selsidə 1 kubmetr hava nə qədər su buxarı saxlayır? 30 qram. Necə? 30 qram. Bəli, 30 qram. 30 qram. Deyir, nisbi Müəllim. rütubətliyi nə qədərdir? Aha, eşidirəm. Üzr istəyirəm. Bax, sizin sözünüzü kəsdim. Qoşulmaq istəyən var idi sizin Ha, yaxşı, qrupa. yaxşı. Xeyli vaxtda qoşulmaq istəyən var, bir nəfər. Belə. Ha, yeni gələnlər xoş gəlir. İndi dərsimizə davam edik. Yenə qoşulmaq istəyən onunla deyil. Deyin ki, əlavə eləyək qoşulsunlar, sonra qoşula bilmirlər. Deməli belə, dedik ki, biz davamında qeyd etdik ki, 80% nisbi rütubətlik var uşaqlar. 80%. 80%-i bu hissəyə qeyd edərik. Qatılmaq istəyir. Kim deyərsə, yenə qatılmaq istəyir. Deməli belə, Salatın Cəfərli. Hə, başlayaq, davam edək. Deməli, biz qeyd etdik ki, 30 Selsidə nisbi rütubətli 80% olan 1 kubmetr hava 20 Selsiyə qədər, birinci yəni 80%-i tapaq. Nisbi rütubətli 80%, düzdür. Biz havada olan faktiki su buxarının qramla miqdarını tapacağıq bu hissədə. Deməli 80%-dir, burada x yazarıq. Burada x yazarıq. X neçəyə bərabər olacaq? Biraz bunu aşağı çəkək. Sonra şərtə qayıdarıq. X neçəyə bərabər olacaq? 100x bərabərdir. 24. 80 vurulsun 30. X də bərabərdir 24-ə. Aha, 24 qram. Deməli, havada faktiki havada 24 qram su buxarı var. Neçə dərəcədə 24 qram su buxarı var? 30 Selsidə 24 qram su buxarı var. Düzdür? Mənə deyir ki, davamında hava 20 Selsiyə qədər soyudu. Baxın uşaqlar, bunu necə dərk edəyik? Bax, bir dənə qab çəkirəm, qab. Bu qab 30 qram su tutur. 30 qram su tutur. Bu birinci qabımızdır. İkinci qabımız 20 Selsiyə qədər soyuyub. 20 Selsidə hava nə qədər su buxarı saxlayır? 17 qram. Neçə? 17 qram. 17 qram. Tamamilə doğru. 17 qram. İndi buradakı qabdakı su tapdıq ki, neçə qramdır? 24 qram. 24 qram. Fərz edək ki, 24 qram bura kimidir də bu qabda. 24 qram saxlayır. Bu 30 qram deyil, 24 qramı sərbəst saxlaya bilərik. Sıxıntı yoxdur. Bu qabdakı suyu götürdük, tökdük bu qaba. Hə, xoş gəldin Nazır xan. Deməli, belə. Deməli, bu qabdakı suyu götürdük, tökdük bu qaba. Burada 24 qram idi. Götürdük, tökdük 17 qramlıq qaba. İndi siz mənə deyin görün, bu 24 qram 17 qrama tökəndə nə qədər su yerə tökülər, qırağa tökülər? Neçə qram su qırağa tökülər? 7 qram, bəli. Bunun maksimum tutumu 17 qramdır. Buna da 24 qram tökürük də. 7 qram töküldü yerə, düzdür? Deməli, biz tapdıq ki, dəqiqə. Biz tapdıq ki, 30 Selsi temperaturda nisbi rütubətli 80% olan 1 kubmetr hava 20 Selsiyə qədər temperaturu, deməli 20 Selsiyə qədər soyusa, bu deməli nə qədər itirir su buxarı? Neçə qram itirir mütləq rütubətlik? 7 qram da tapdıq. Deyir temperatur 10 Selsidir, düşüb 0 Selsiyə qədər. 70% nisbi rütubətlikdir. İndi gəlin bunu tapaq. Deməli, temperatur 10 Selsidir. 10 Selsidə maksimum su buxarı nə qədər saxlayır? 9 qram. 9 qram, afərin. Nisbi rütubətliyi nə qədər qeyd edək? Nisbi rütubətliyi 70%. Baxın, faizin altında yazıram, ha, diqqətli olun. 70%. 70%-də də x qeyd elədik burada. Aydın oldu, x. X də bərabər olacaq neçəyə? 63 elə. Yox, 63 eləməzəyim. 6,3-ə. 6,3-ə, bəli, amal neymətidir, doğru deyil. 6,3-ə bərabər oldu uşaqlar. 6,3 qram. İndi yenə burada 2 dənə qab çəkirəm. Birinci qab 9 qram saxlayır. İkinci qab 0 Selsidir. 0 Selsidə nə qədər hava su buxarı saxlayır maksimum? Neçə? 5 qram. 5 qram, bəli.
5 qram saxlayır. Deməli burada 9 idi. Bu da 6 qram su var burada. Bu 6 qramı 5 qram saxlayan qaba töksək 6,3 qramı. Nə qədər su buxarı, nə qədər deməli belə deyək, kənara su tökülər? Neçə qram su tökülər kənara? 1 qram. 1,3 qram da 1 qram yox. 5 qram saxlayıraq. Bu da 6,3. Deməli Hə, 1,3 bildim. qram. 1,3 qram. İndi bizdən nəyi soruşur həldə? Gəlin ona baxaq. Həldə bizdən soruşur ki, deməli, qədər soyudulası hər iki halda ayrılan su buxarlarının cəmini qramla hesablayın. Cəmini. Deməli, birində müəyyən elədik 7 qramdır, birində də 1,3 qramdır. Bu eləyəcək 8,3 qram. Görək belə cavab varmı? Hə, A variantı. Deməli, doğru cavab A variantı. Aydın oldu bu. Bu biraz qəlizli uşaqlar. Bunun yeri səhv düşüb. Birinci sadədən başlamalıydı. İkinci bundan biraz sadə olacaq. Sonra qaydında bunu daha aydın başa düşəcəksiniz. 20 Selsi temperaturda 5 kub metr havada nisbi rütubətliyi 60%-dir. Havanın doyması üçün çatışmayan mütləq rütubətliyi müəyyən edin. 20 Selsi temperaturda qeyd edib ki, bir seçin. Nəsə, 20 Selsi temperaturda 5 kub metr havada nisbi rütubətliyi 60%-dir. İndi qulaq asın. 20 Selsi temperaturda deməli, temperaturda 5 kub metr havada nisbi rütubətliyi 60%. İndi gəlin baxın. Deməli 20 Selsi 100%. 20 Selsi temperaturda 1 kub metr hava maksimum nə qədər su buxarı saxlayır? 17 qram. Necə? Neçə Selsi? 17. 17. Düzdür. Burada neçə kubdur? 5 kub metrdə, düzdür. Bəs indi maksimum nə qədər saxlayacaq? 5 17-yə vuracaq. Hə, 5-i vuracaq 17-yə. 50. 5 dəfədə 7 neçə? 35. Elədimi 85. Hətta 85. 85 eləyir də, düzdür. 85 qram. Bizə deyir ki, 60% nisbi rütubətlik. Yazırıq bura 60%. Qarşısından da x yazırıq. Aydın oldu. İndi burada x neçəyə bərabər olacaq? Bunu tapın. X bərabər olacaq. Deməli, bunun 0 ilə bunun 0-ını apararıq. Düzdür. 6-nı vurub 85-ə bölməliyik ona. 51. 51 elədi, düzdür. 51. Deməli, 20 Selsi havada, 5 kub metr havada, yəni 20 Selsidə 5, bizim bu 5 kub metrlik havamızda hal-hazırda var nə qədər? Bir dənə qoşulmaq istəyəni. Aha, deməli, hal-hazırda 5 kub metr havada var bizim 51 qram su buxarı. Düzdür? 51 qram su buxarı var. Və 51 qram su buxarı varsa, deyir ki, indi nəyi soruşur bizdə? Havanın doyması üçün çatışmayan mütləq rütubətliyi müəyyən edin. Havanın doyması üçün çatışmayan mütləq rütubətliyi müəyyən edin deyə bizə sual verir uşaqlar. İndi burada 5 kub metrdə tapdıq ki, bizim 51 qram su buxarımız var. 5 kub metrin deməli doyması üçün biz elə yəqin ki, burada ümumisini soruşur. Çox böyük ehtimal ki, baxaq görək. Aha, ümumini soruşur bizdən. Aha, doyması üçün deməli, doyması üçün nə qədərdir? Doyması 80, bax bu 85 qramlıq sudur. Su qabıdır da. 85 qram tutur, düzdür. Burada da var bizim neçə qram su? 51 qram suyumuz var. 51 qram. Bunun ağzına kimi dolması üçün bizə daha neçə qram su lazımdır? Neçə qram su lazımdır daha? 34. 34 qram. 34. Aha. Yazdılar ki 34. Gəlin baxaq görək 34 cavabı varmı cavablar içərisində? Bəli. D variantı 34 sualımızın doğru cavabıdır. Aydın oldu. Aydın oldu uşaqlar. Bir də izah edeyim yoxsa? Aydın oldu. Sağ olun. Ərazidə rütubətlənmə əmsalı 0,8, orta illik buxarlanma qabiliyyəti 1000 mm olduğunu nəzərə alaraq orta illik yağıntının miqdarını müəyyən edin. Aha. Bunu indi sizlərlə birlikdə həll eləyəcəyik uşaqlar. Bu elə də çətin deyil. Bay yazıram bura. R. Deməli, R. Rütubətlənmə əmsalı. Rütubətlənmə əmsalı nəyə bərabərdir uşaqlar? Yağıntı bölək mümkün buxarlanma. Yağıntı bölək mümkün buxarlanma. Düzdür? Yağıntı bölək buxarlanma şəklindədir də. Aha. İndi gəlin bura baxaq. Görək bizə nələri verib. Deyir ki, ərazidə rütubətlənmə əmsalı 0,8-dir. Bax, buraya yazarıq 0,8. Rütubətlənmə əmsalı baxın, 0,8-dir. Aha. Mənə deyir ki, davamında. Davamında bir dənə x verim sizi bağlayayım, qoşulmaq istəyən ona deyil.
Deməli, orta illik buxarlanma isə 1000 millimetrdir. Buxarlanma qabiliyyəti 1000 millimetrdir. Deməli, buxarlanmaya da yazaq 1000. Aha, 1000 millimetrdir. Bizə deyir ki, orta illik yağıntının miqdarını müəyyən edin. Yağıntının miqdarı. Burada x yazarıq, düzdür? Uşaqlar, indi bu tənliklər 0.8 bərabərdir. Məxrəcdən 1000, sürətdə x. X-i necə taparsınız burada? Vurarıq. Bəli. X-i tapmaq üçün 0.8-i 1000-ə vurmaq lazımdır, düzdür? 0.8-i 1000-ə vursaq neçə alarıq? 800. 800, bəli. 800 millimetr, deməli, yağıntı almış olarıq. Buradan bizdən nəyi soruşur? Uşaqlar, orta illik yağıntının miqdarını müəyyən edin. Aha, orta illik, məsələn, illik yağıntını tapsaq necə taparsınız burada? İllik yağıntı. Bu orta illik yağıntıdır, 800 millimetr. Bəs illik yağıntını soruşsa? Buna uyğun. Kimin nə fikri var? Heç kimin fikri yoxdur bu haqda. Hə? Necə taparıq? Uşaqlar, orta illik yağıntı deyərlər, köhnə mövzuları yaddan çıxıb. Hə, orta illik yağıntı deyərlər, uşaqlar. Biz bilirik ki, bu müəyyən bir rəqəm olub. Məsələn, bu rəqəm x olub da. Bu x-i bölüb 12-yə, ayların cəminə. Alıb 800. 800, düzdür? Alıb 800 də burada. İndi x-i tapmaq üçün nə edəyərik? 12'ye vurarıq. 12-ni vurarıq 800-ə. Aldığımız rəqəm deməli bizim üçün illik yağıntını vermiş 50 olar. miqdar. İllik yağıntını vermiş olar. 12-ni də 800-ə bölsək neçə edər? 9600 elə. Belə bir Bəli. rəqəm olur. Keçək növbətisinə. 30 Selsi temperaturda 1 kubmetr havanın nisbi rütubətliyi 70%'dir. Bu hava kütləsi 10 Selsiyə qədər soyuyarsa 1 kubmetr havadan neçə qram su buxarı ayrılar. Gəlin dərsi ilə burada öyrənək. 30 Selsi temperatur havada səsi aça bilərsiniz. 30 Selsi temperatura malik olan havada 1 kubmetr hava nə qədər maksimum su buxarı saxlayır? 30 qram. 30 qram. 30 qram. 30 qramı nəyin qarşısında yazaq? 100%. 100%. Bəli, 100%. 100%'in qarşısına 30 qram yazıq. Düzdür, 30 qram. Aha, davamında nə deyir bizə? Deyir, bu hava kütləsi 10 Selsiyə qədər soyusa, nisbi rütubətliyi də verir də bizə uşaqlar. Nisbi rütubətliyi nəyin altına yazaq? Faizin altında. 100%. Bəli, tamamilə doğrudur. Faizin altına yazarıq. Bizə havada olan faktiki su buxarını isə bilmədiyimiz üçün uşaqlar bura x yazırıq. X neçəyə bərabər olur? 21. 21 nə? Faiz qram. 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 Havada olan, bu nədir? Havada olan faktiki su buxarıdır. Faktiki su buxarıdır da 21 qram. Aydın oldu. 21 qram O faktiki su. 21-dən də müəllim 9-u çıxacaq, alacaq cavabı da qısaca. Çünki 10 dərəcədə 9 tələb eləmirdi. Aha, 21-dən 9-u çıxsaq da ala bilərik, düzdür. Gəlin indi mən sizə bunu belə deyim, başa düşməyənlər də başa düşdündə düz deyirsiniz, doğru deyirsiniz. Baxın, deməli bizim 30 Selsidə hava nə qədər su buxarı saxlayır? Bunu bir dəfələrlə belə deyim, sonra onlar da asanlıqla 30 qramda, düzdür. Bu 30 Selsi üçündür. Temperatur 30 Selsi olanda gördüyünüz bu qab 30 qram su buxarı saxlayır. Bizim bu qabda hal-hazırda neçə qram su buxarımız var? 30 qram. 30 qram da bərabərdir 100%. Biz onu 100%. 30 Selsi deyil. 21 qram. 21 qram var. 21 qram var hal-hazırda. İndi qulaq as. Amma Temperatur 0 Selsi olsa, bu qab nə qədər su buxarı saxlayacaq? Temperatur 0 Selsi olsa, bu qab nə qədər saxlayır maksimum? 5 qram. Düzdür? 5 qram. 5 qram. Deyir, temperaturu buradan bura dəyişdi. Amma su buxarı olduğu kimi qalır uşaqlar. Burada da 21'dir. Burada da 21'dir. Dəyişmir. Başa düşdünüz? Faktiki olan olduğu kimi qalır. Amma dəyişən nədir? Bu hava saxlaya bilmir onu. Gücü satmır da uşaqlar. 5 qram tuta bilir. Bunun belə deyək.
qabiliyyəti bura qədərdir də, saxlama qabiliyyəti. Buradan o tərəfə gücü satmır da. Başa düşdünüz? Bəli, müəllim, bəli. Hə, burada 21 qramdır. Bu 21 qramı özümüzlə gətirdik bura. Burada nə qədər saxlayacaq bəs? Bu qabın da saxlama qabiliyyəti 5 qramdır. Orada 21-dən 5-ə çıxacağıq. Nə qədər artıq qalacaq onu tapacağıq da. Hə, aşağı 21 qram. Bu 21 qram suyu bura töksək, bu 5 qramını saxlayacaq. Qalanını onsuz kənarlara axıdacaq. Bu başa düşənə kimi belə izah eləyirəm, amma əslində bu deyil. Bu sadəcə görəsiz deyə belədir. 5 qramını saxlayacaqsa, onda bu bizə 21 çıxaq 5 deməkdir. 21-dən də 5-i çıxanda neçə alırıq? 16. 16 qram. Deməli, bizim 16 qram su buxarı yağış şəklində yağacaq. Saxlaya bilmir də. 16 qram yağacaq 1 kubmetr havada. Başa düşdünüz? Başımıza göydən 16 qram yağış yağacaq 1 kubmetr havada. Bəli, müəllim. Amma mən qısa yollarla daha çox üstünlük verirəm. Məsələn, Rufoda qabağımıza test çıxanda mən bunları daha tez bilməyə çalışıram. Qısa yollar olar. Rufoda biraz çətindir də. Uşaqlar, burada temperaturu yanlış yazmışıq, ona görə cavab alamırıq. Temperatur burada uşaqlar 10 Selsidir, 10 Selsi. 10 Selsidə nə qədər saxlayır? 9. 9 qramdır uşaqlar. Deməli 21-də neçə çıxacaq? 21 var idi. 21-dən də çıxır 9-u. Eləməlidir 12. 12 də cavab A variantı. A variantı da. A variantı doğrudur. Aydın oldu uşaqlar. Bəli. Temperatur dəyişdikcə uşaqlar, temperatur aşağı düşdükcə qabın su saxlama miqdarı azalır. Başa düşdünüz? Bax, bu bir qabdır, düzdür. Bu ikinci qabdır. Bu üçüncü qabdır. Bu da dördüncü qabdır, fərz edək. Burada temperatur, indi orada verilməyənlərdən deyiləm, 40 Selsidir. Burada 54 qram saxlayır uşaqlar. Nəhəng qabdır bu. Sonra 30 Selsi oldu. Neçə qram saxlayacaq? 30 qram. 30 qram. Gəldi uşaqlar, 20 Selsi oldu. Neçə qram saxlayacaq? 17. 17. 17 qram. Gəldi uşaqlar, 10 Selsi oldu. Neçə qram saxlayacaq? 9 qram. 9 qram. Gördünüz, temperatur düşdükcə bu qabların həcmi də azalır. Baxın, həcmi də azalır. Bu, su buxarı saxlama həddidir. Yəni, bu da o deməkdir ki, temperatur yüksəldikcə uşaqlar, bu buludun, bax bu buludun da, fərz edək bu buluddur. Bu buludun su saxlama miqdarı artır. Artdıqca da yağış vermir. Başa düşdünüz, gücü satır artıq, suyu saxlayır. Məsələn, 40 dərəcədə 54 qram saxlayır, 54 qram. Eyni bulud, məsələn, düşəndə 30 dərəcəyə 14 qramını artır. Qalır 40 qram da, belə deyək. 30 dərəcəyə düşəndə, üzr istəyirəm, deməli 54 qram idi, 24 qramını artır. Maksimum 30 qram saxlayır. Aydın oldu. Azaldıqca, sonra biraz da azalır, məsələn, olur 20 dərəcə, artıq 17 qramını saxlayacaq, bu 30-dan. 13 qramını artıq yağış şəklində yağdıracaq. Aydın oldu. Kisildikcə, yağış, hava soyuduqca, temperatur aşağı düşdükcə, yağışın yağma ehtimalı artır. Məsələn, fərqi harada görə bilərik? Respublikamızda mülayimdir də, düzdür, əsasən subtropikdir. Yay aylarında bizdə tropik hakim olur, 70% hissədə. Sonra isə, belə deyək, qış aylarında isə mülayim hakim olur da. Ümumiyyətcə, mülayim də var daimi 30% hissəmizdə. Və bu şəkildə uşaqlar, yayda yağış görürsünüz, az yağır, demək olar yağmır. Amma qış aylarına demək olar, elə gün olur ki, hər gün yağış yağır. Temperatur aşağı olanda. Temperatur aşağı olanda uşaqlar, yağıntı çox düşmə ehtimalı artır. Su yüksək olanda azalır. Yadda qalır uşaqlar. Bəli. Uşaqlar, yadda qalır. Başa düşürsünüz demək istədiyimi. Bəli. Bəli, bəli. Uşaqlar, indi davamında qoşulmaq istəyən yoxdur. Görmüşsünüz orada. Sutqa ərzində otağın temperaturu ölçülmüş və aşağıdakı rəqəmlər alınmışdır. Orta sutqalıq temperaturu müəyyən edilir. Ümumiyyətlə uşaqlar, yadda saxlayın ki, temperatur sutqa ərzində, sutqa 24 saatdır, 24 saatdır. 24 saat ərzində temperatur, deməli, hər 3 saatdan bir olmaqla, neçə dəfə ölçülür? Hər 3 saatdan bir olsa? 8 dəfə. Bəli, 8 dəfə ölçüm aparılır. 8 dəfə ölçüm aparılır. İndi burada öyrədəcəm sizə. Var deməli, nədir? Burada nəyə soruşur bizdən? Orta sutqalıq temperaturu müəyyən edilir. Orta sutqalıq temperaturu müəyyən edilir, deyir uşaqlar. Biri var sutqalıq temperatur.
temperatur amplitudası. Sutkalıq temperatur amplitudası desə, burada uşaqlar, sutkalığı soruşsa. Mənim orada nə Məsələn, qədər ən ədəd veribsə, onu toplayacaq, neçə ədəd varsa ona böləcək. Ədəd yox, orta yox, kimi. orta deyirsə, hə, amma sutkalıq deyirsə olmaz. Sutkalıq belə amplituda sözü tək düşürsə, uşaqlar, amplituda təkdirsə, amplituda sözü tək düşübsə, orta sutkalıq temperaturu müəyyən edilir. Yəni amplitudadan söhbət gedir burada. Məsələn, orta sutkalıq temperaturu deyir. Məsələn, orta amplituda. Var orta amplituda uşaqlar, amplituda. Amplituda. Bir də var uşaqlar, eləcə amplituda yazılır. Amplituda. Uşaqlar, amplituda tək yazılırsa, ən böyükdən ən kiçiyi çıxır. Ən kiçiyi çıxır. Amma orta sözü varsa, hamısını toplayıb sayına bölürük. Yəni 8-ə bölürük. Toplayıb sayına bölürük. Elə bil ədəd ortasını tapırıq. Sayına bölürük. Uşaqlar. İndi gəlin bura baxın. Bizə nəyə soruşur? Orta sutkalıq temperaturu müəyyən edir. İndi orta dediyi üçün nə edəcək? Böyükdən kiçiyi çıxaq, yoxsa hamısını toplayaq sayına bölək? Toplayıb sayına bölək. Saya bölək də saya. Saya bölsək əgər, deməli 135 eləməli. 135 ilə 8-ə bölüb 16 tam neçəsə alınmalı deyəsən, mən hesabladım belə. Hə, indi gözlə indi biz də birlikdə hesablayaq, görək biz nə alırıq birlikdə. Deməli 15-dir uşaqlar, 18-dir, düzdür. Deməli bu 18 ilə bu 22-ni toplayaq gəlin. 18-dən 22 neçə eləyir? Eləyir bizim üçün 40. Düzdür. Bu 20 ilə 20 neçə eləyir? 40. 20 ilə 20 də 40 eləyir uşaqlar. Bu 19 ilə 21-i toplayaq. 19. Bu da 40 eləyir. Bu 25 ilə 15-i toplayaq, bu da 40 eləyir. Deməli bizim neçə dənə 40-ımız var? 1 2 aha, deməli 2 3 4 dənə 40-ımız var. Düzdür? 4 dəfə 40-ım neçə eləyir? 20 var cavablarda məlliyim. 160 eləyir. Bir dəqiqə səbir olun. 160. 160 ilə bölürük. Bölürük 8-ə uşaqlar. 160-ı da bölürük 8-ə eləyir 20. Görə 20 var cavablarda. Hə. Mənfi 20 müsbətdirmi? Müsbət. Bəli, müsbət 20. Aydın oldu uşaqlar. Bəli mən. Bəli. Əla. Keçək növbətisinə. Aşağıdakı rəqəmlərə görə sutkalıq amplitudanı müəyyən edin. Aha. İndi bunu sakitcə hamı yerində həll eləsin, cavablar da onsuz uyğun düşmür. Deməli, sutkalıq amplitudanı müəyyən edin deyir. Hamı sakitcə həll eləsin uşaqlar. Sonra elə bil, buradan baxacam da, 50 qaldırsın, indi baxacam, keçid edəcəm oradan ki, görüm kimlər yazıb. Kimə 50 qaldırsın, bir-bir soruşacam uşaqlar. Bunu bir dənə tapın, görüm, sutkalıq amplituda burada nə qədərdir? Nəyə soruşur? Rəqəmlərə görə sutkalıq temperaturu. Hə, sutkalıq amplituda. Bax, görürsünüz, sutkalıq amplituda sözü düşüb. Belə olanda nə edirdik? Kim nə tapdı? Burada nə cavabı tapmışsınız? Baxın, görüm, əl qaldıranlar var. Hə, burada bir nəfər... Hə, deməli, Elen cavab versin. Səadət xanım, siz də cavab verərsiniz. Bəlkə fərqli olur cavabınız. Hə, cavab verin, görüm. Elen cavab versin, görək. 8 tapdım. 18. Düz tapdınız. Neçə? 18. 18 tapdınız. Elə? Hə, yaxşı. Bəli. 18 tapdınız. Hə, yaxşı. Səadət xanım, siz neçə tapmışsınız? Mən də 18 tapdım. Aha, başqa kim var əl qaldıran? Səs atsın, 2 nəfərdir. Bir səs atsın. 18 tapdım. 18. Hə, amma 18 tapdıq da demək olar ki. Uşaqlar 18-i nətər tapdıq? Ən yüksək temperatur 10 selsi. Ən aşağı temperatur -8 selsi. Ondan çıxanda -8-i bizə verir 18. Yəni B variantını. Aydın oldu. Çətin deyil ki. Xeyr. Aha. Deməli belə. Uşaqlar, bəs ümumiyyətcə bunun yanında orta sözü yazsaydı nə edərdik? Orta amplituda desəydi. Yaxşı, ortanı tapın görüm. Orta sutkalığı tapın görüm burada nə qədərdir? Sayına bölərdik, eləmə mi toplayıb? Yox, orta sutkalığı tapın görüm. Hə, orta sutkalıqda biraz fərqli olur da. İndi həll eləyin. Kim həll eləyənməsə özüm izah verəcəm. Hə, sayına bölməliyik, düz deyirsiniz. Buradan baxıram əl qaldıranlara. Görün kim birinci həll eləyəcək. Hə, Ümid, buyur.
Müəllim deməli eləməlidir 13 dərəcə. 13 dərəcəni də bölməliyik 6 eləməlidir 1,10 neçəsə. Aha. Əsas odur ki, biz oradan yəni bölünməmişdən qabaqçı ədədi düz tapaq da. 13 dərəcə. Başqa kim nə deyir? Başqa kimin fikri var? Əl qaldırsın. Buyurun Nəzrin xanım. Mən 13-ü də 6-ya böldü. Hə, 13. Deməli siz də 13 tapdınız. Aha, başqa tapanlar var. 1,6 neçəsə. Bu təxmini vermişik də, burada bölünmür. Qəbulda verilən bölünəcək. Bu bölünmür. Bəli, mən. Uşaqlar, deməli, davamında biz deyəcəyik ki, baxın, bunun asan yolu nədir? Bax, -4 ilə -4-ü apararıq. Toplayanda 0 eləyəcək, düzdür? Başa düşdünüz nə demək istəyirəm? Bu -8-dən -8 apararıq. Aha. Bizim əlimizdə nə qalır? -6, 10, bir də 9. 10 ilə 9-u toplayaram. Eləyər 19. 19 ilə də -6-nı toplasaq. Çıxılar. -6-nı toplasaq. Çıxılar. O deyir 13. 13 qalar. Aydın oldu. Bəli, mən. 13-ü də bölərik sayına 8-ə. Ondan da cavabı tapış. Olarıq. Biraz belə çəkə bilirəm sizi burada. Aha, çəkdim. Ümumi günəş radiyasiyası uşaqlar. Ümumiyyətlə günəş radiyasiyası haqqında qısaca onu deyim ki, günəş radiyasiyası haqqında bizə kim məlumat verir? Ümumi yoxsa necə? Ümumi yox, sadəcə bu məsələ haqqında. Ümumi günəş radiyasiyası, udulan günəş radiyasiyası, əks olunan günəş radiyasiyası. Hər ikisi birlikdə albedo adlanır. Hər ikisi birlikdə albedo adlanmır. O yanlış fikirdir. Albedo başqa anlayışdır. Olması albedo adlanır. Tam radiyasiya. Hə, yaxşı, problem yoxdur. Başa düşdüm də fikrinizi zəmləmək istəyirsiniz. Siz biraz fikrinizi zəmləyin. Elen cavab versin. Bu ad qoyun da. Bu Elen nədir adınız? Elen. Nübar. Adınız nədir sizin? Nübar. Hə, Nübar. Buyurun Nübar. Ümumi günəş radiyasiyası əks olunan udulan radiasiyanın cəmidir. Bəli, tamamilə doğrudur. Aha. Əks olunan radiyasiyanın başqa adı nədir? Albedo. Bəli, əks olunan başqa radiasiyanın başqa adı albedodur. Ümumi radiasiya, deməli, udulan və əks olunan radiasiyanın cəmidir. İndi baxaq. Ümumi günəş radiyasiyasının miqdarı 120 kilokaloridir. Ümumi. Ümumimiz 120-dir. 120-dir. Bu ümumidə udulanla əks olunanın cəmidir. Əks olunanın cəmidir. Hə, uşaqlar. Ümumi udulanın əks olunanın cəmidir. 10 kilokalorisi buludlar tərəfindən əks olunur. Bu əks olunanın Yəni yerə çatan olacaq 110. Yerə çatan olacaq 110. Hə, gedib çatan olacaq 110, başqa adını demək olar ki, gedib çatan 110 olacaq. Əks olunur və səpələnir. Səthə çatan günəş radiyasiyasının, deməli, 10% yer səthinə çatmamış, nə oldu? Əks olundu. Əks olundu, qaldı 110-u. 110-u da böləcəyik 40-a eləmə. 110-u böləcəm 100-ə vuracam 40 eləməlidir 44. Oradan da tapmalıyam mən nəyi, nə deyir? Udulan günəş radiyasiyasının miqdarını tapın. Deməli, ümumi 120 idi, 120-dən də 44-ünü çıxaram və ümumi udulanı tapacam mən orada. Cavabda neçə olmalıdır? 66 var cavabda. Gözlə biz də burada həll eləyək. Başa düşdük ki, yəni gedişatı bilirsən. Bir dəqiqə səbirli ol, görək yaxşı. Biz burada başa düşməyənlərə də izah eləyək də. Burada məqsədimiz hamının öyrənməyidir. Uşaqlar, dedi ki, deməli, ümumi günəş radiyasiyası 120-dir. Onun 10 kilokalorisi, deməli, nə oldu? Buludlar tərəfindən əks olundu da, düzdür. Yer səthinə doğru hərəkət eləyəni, deməli, 110 oldu. 110. 110-dur yer səthinə doğru əks olunur. Deyir ki, başqa bizdən nəyə soruşur? Baxaq. Deyir ki, onun 10 kilokalorisi buludlar tərəfindən əks olunur və səpələnir. Səthə çatan günəş radiyasiyasının 40% yer səthindən əks olunur. 40%. Deməli, bu 110-un uşaqlar 40% əks olunur. 110-un 40%. 110-un 40%-ni tapmaq üçün 110-u vururuq 40-a, bölürük 100-ə. Düzdür? Bunun 0-ı, bunun 0-ı, bunun 0-ı ilə gedir. Qalır 11 vur 44. 11 vur 4. Bu da eləyir 44. Düzdür? Bu da elədi 44. Aha.
Bu da 44. Udulan günəş radiasiyasının miqdarını müəyyən edin. Heç nə. Udulanı müəyyən etmək üçün uşaqlar 44-ü əks olunursa, geridə qalanı udulandır da. Geridə qalanı udulandırsa nə edəcək? Deməli 110-dan çıxacaq 44-ü. 110-dan 44 çıxanda neçə eləyir? 66. Neçə? 66. 66. Deməli 66 kilokalorisi nədir? Udulan günəş radiasiyası. Aydın oldu uşaqlar. Bəli. Keçək digərinə. Əks olunan radiasiya udulan radiasiyanın 3 dəfə çoxdur. Ümumi günəş radiasiyasının miqdarı 200 kilokalori təşkil edir. Buna əsasən əks olunan hesablayın günəş radiasiyasının miqdarını. Uşaqlar, bunu indi siz həll edin görün. Buyurun Günel xanım. Mənim cavabda 150 var. Bax, görək cavabda 150 var. Var. Mən də 150 var. 150 İndi tapdım. həll doğrudur yoxsa yox, onu deyin. Görüm necə həll elədiniz. Deməli, əks olunan udulandan 3 dəfə çoxdursa, birinə x deyək, obsu 3x, ümumi 4x. Bu da ümumi 200 isə 4x bərabərdir 200. Onda x-ə 50 tapırıq. Bizdə doğrudan soruşdu, əks olunan soruşur deyir. 3-ü də 50-yə vuraq, 150. 150-yə vuraq 150. Aha. Başqa kimin nə fikri var? Düzdür müəllim, Başqa- düz dedi. Aha. Başqa cürə tapanlar var. Başqa cavab alanlar var. Hamı 150 alıb. Bəli. Bəli. Deməli, yoldaşınız deyir ki, əks olunan radiasiya udulan radiasiyadan 3 dəfə çoxdur. Ümumi radiasiya 200 kilokaloridir. Bu da əks olunandan udulanın cəmidir. Düzdür? Deyir, əks olunan radiasiya udulan radiasiyadan 3 dəfə çoxdur. Deməli, əks olunan radiasiya 3x-dir. Udulan radiasiya x-dir. Bu əksdir, əks olunandır. Bu da udulandır. Düzdür? Deməli, ümumi 200 bərabərdir 4x-ə. X də bərabərdir neçəyə? X də bərabərdir 50-yə. Deməli, x 50-yə bərabərdirsə, əks olunan 3x-dir. Uşaqlar, x-i gətirib yerinə qoyuruq. Əks olunan 3x-dir, yəni 150-dir. Udulan isə 50-dir. İndi bizdən görək hansını soruşur? Bizdən soruşur ki, buna əsasən əks olunanı tapın. Əks olunanda 150-dir. Yoldaşınız tamamilə doğru həll edib. Afərin. Mənim bu sual güvən sualdır. Onsuz da güvəndə var idi bu sual. Sual güvən sualdır. İndi bizim günahımız Bəli. nədir ki, güvən indi bunun Bəli. bənzəri bir sual yazır. Yox müəllim, elə şey olar. Görmüşəm bunu hardasa. Onlar da insan insana bənzədiyi kimi sualda suala bənzəyir. Neyini? Ümumi günəş radiasiyası 150 kilokalori kvadrat santimetrdir. Deməli, yer səthi tərəfindən 60% udulmuşdur. Udulan əks olunan radiasiyanın kəmiyyətini hesablayın. Deyir, ümumi günəş radiasiyası 150-dir uşaqlar. Mən şərt oxumağı sevmirəm. Yer səthi tərəfindən deməli 60% udulmuşdur. 150-nin 60% udulmuş. Bunu özünüz həll edin uşaqlar. Bunu da həll edin özünüz. Birinci dərk elədiniz. Əlinizi qaldırın mən. Nəydən əlimi qaldırdım? Yox, cavabı deyin də cavabı. Cavab hazırdır. Bəli, 90-60-a var cavabda aşağılarda. 90-60-a baxaq. Hə, 90-60-a var. Başqa uşaqlar, bəlkə başqa variant tapanınız da var. Uşaqlar, əl qaldıranlar bir cavab versin də. Nübar, Mən də elə buyurun. tapdım. Hə, başqa fərqli tapan varsa o desin. Yoxdursa əllərinizi sallaşa. Hə, deməli fərqli tapan yoxdur. Uşaqlar, deyir 150 kilokalorida 60% udulmuşdur. Elə düzdür? 150 vuraq 60 bölək 100. Bu bizə udulan radiasiyanı verir. Düzdür? Bundan bunu aparırıqsa 15-i vururuq 6-ya. Bu da bizim üçün edir deməli 90. Deməli 90 kilokalorisi udulmuşdur. 90 kilokalorisi udulubsa, ümumi də 150-dirsə, bu da eləyəcək, əks olunanda 60 kilokalori eləyəcək. Aydın oldu? Aydın oldu uşaqlar. Deməli 90-ın 60-ı elə doğru cavabdır. Bəli. 60-ın 90-a yazdım mən. Birinci nəyə soruşur bizdən?
Deməli yer 60 udulan əks olunan radiasiyanın meyli. Hə, birinci udulanı soruşur bizdən. İkinci isə əks olunanı soruşur uşaqlar. Deməli udulanı neçə tapdıq biz burada? Udulanı 60 tapmışıq da 60-ın 90-a düzdür. B variantıdır. Sonra baxaq görək yenə sualımız var. Yox uşaqlar da sualımız qalmadı. Ümumi bugünkü dərsimizdə uşaqlar atmosfer təzyiqi, nisbi rütubətlik, sonra günəş deyək ki, günəş radiasiyası məsələsi, o cümlədən də tutqalıq amplituda məsələlərinə toxunduq ki, bunlar da qəbulda yer ala biləcək sual nümunələri içərisindədir. Daha çox son dövrlər bundan situasiyada düşündürücü sual kimi istifadə edirlər. Ümumi şəkildə uşaqlar tənasübdə yadda saxlamaq lazımdır ki, nisbi rütubətlik, mütləq rütubətlikdən söhbət gedirsə, biz ümumi şəkildə yadda saxlamalıyıq ki, bir dənə buradan boş ağ yer tapım. Sizə qeyd edeyim bunu necə edəcəyik, necə yadda saxlayacağıq. Deməli, ümumi şəkildə biz yadda saxlamalıyıq ki, nisbi rütubətlik, mütləq rütubətlik söhbət gedirsə, biz həmən verilən temperatura görə olan maksimum su buxarı saxlama miqdarını 100%-in qarşısından qeyd edirik. Məsələn, bu temperatur 0 Selsidirsə, bura 5 qram, 10 Selsidirsə, bura 9 qram, sonra 20 Selsidirsə 17, 30 Selsidirsə 30 qram qeyd ediləcək. Yəni, maksimum su buxarı saxlama qiymətini 100%-in qarşısında yazırıq uşaqlar. Bu hissəyə nə yazırıq? Aşağı hissəyə. Aşağı hissədə burada nisbi rütubətlik yazırıq. Məsələn, 70%-dir, 80%-dir, 90%-dir. Nə veribsə, məsələn, şərtlə onu bura yazırıq. Bura nisbi rütubətliyi yeridir. Uşaqlar, bura nədir? Bu isə faktiki havada olan su buxarıdır. Faktiki su buxarı. Faktiki su buxarı da buradadır. Məsələn, havada nə qədər su buxarı var? İndi uşaqlar, təzədən bunun qabın üzərinə izah edirəm. Məsələn, bu qabda necə olur? Müxtəlif qablar dəyişir. Yenə təkrarən verirəm. 2 dənə qab verək də burada. 0 Selsi, 10 Selsi. 0 Selsidə 5 qramlıq qab olur. 10 Selsidə 9 qramlıq qab olur. Yəni, temperatur artdıqca qabın həcmi böyüyür, su saxlama miqdarı artır. Bu qabın saxladığı suyun miqdarını 100%-in qarşısında yazırıq. 100%-in qarşısında yazırıq. Qabın içində hal-hazırda olan suyu, məsələn, 5 qramlıq qabda 4 qram su var. 4 qram suyu buraya yazırıq. Həmən yazıldığı yer buradır. Məsələn, 9 qramlıqda 3 qram var. 3 qram buraya yazılır. Düzdür? Və həmən qabda olan qramın, yəni həmən qabda olan su buxarının faizlə göstəricisi isə buraya yazılır. Faizlə. Və nisbi rütubətlikdir bu. Nisbi rütubətlikdir. Rütubətlikdir. Bu uşaqlar Aydındır müəllim, çox sağ olun. mütləq rütubətlikdir. Mütləq rütubətlik. Aha, bu da mütləq rütubətlikdir. Yəni, bunun bundan o tərəfə izahı yoxdur. Çox sağ olun müəllim, aydındır. Hə, yəni bunu bu şəkildə yadda saxlasaz, hansının hansı hissədə yazıldığını, istənilən imtahanda rahat bir şəkildə bu məsələləri həll eləyə bilərsiniz. Aydın oldu uşaqlar. Qalan da günəş şüalarıdır, tutqalıq ampulüdür, bunlar sadədir də. Bilirəm ki, artıq qəbula gedən bir şəxs bunlar onun üçün elə bir ciddi çətinlik yaratmır bu məsələlər. Sağ olun uşaqlar, bugünkü dərsimiz bu qədər. Gələn mövzumuzda çox güman ki, ya limanlar olacaq, limanlar, ya da ki, əhali məsələsi təkrar şəkildə olacaq. Bu qədər. Çox sağ olun müəllim.